İlmar Qəhrəmanov Türkiyədə ilin gənc elm adamı seçilmiş fizika üzrə fəlsəfə doktorudur. Bu ad soyadı eşitmişdiniz? Bəlkə də hardansa sizə tanışdı. Az tanınmışlar rubrikası İctimai Radioda. Türkiyənin Boğaziçi Universiteti 1863-cü ildə yaradılıb. O, qardaş ölkənin ən köklü və nüfuzlu təhsil müəssisələrindən biri sayılır. Universitet xüsusilə fizika sahəsində dünya səviyyəli mərkəzlərdən hesab olunur. Sevindirici haldır ki, orada çalışanlar arasında həm yerlimiz də var. Söhbət fizika üzrə fəlsəfə doktoru İlmar Qəhrəmanovdan gedir. O, 2019-cu ildən Boğaziçi Universitetində çalışır. Lakin qeyd eləmək lazımdır ki, İlmar bəy ali təhsili Azərbaycanda alıb. O, 2003-cü ildə 695 bal toplayaraq Bakı Dövlət Universitetinin Fizika Fakültəsinə qəbul olmuşdu. Həmin il gələcəyin alimi tələbə qəbulunda respublika birincisi sayılırdı. Alimimiz fəlsəfə doktoru elmi dərəcəsini isə Almaniyanın Berlin Humboldt Universitetində alıb. Universitet 1809-cu ildə görkəmli Alman filoloqu Wilhelm von Humboldtun təşəbbüsü ilə yaradılıb. Bu səbəbdən indiyədək onun adını daşıyır. Onlarla dünya şöhrətli alimin adı bu universitetlə bağlıdır. Onlardan biri Albert Einstein'dir. Görkəmli fizik 20 ilə yaxın Berlin Humboldt Universitetində çalışıb. Qeyd etdiyimiz universitetin onlarla Nobel mükafatçısı da var. Mükafat demişkən, İlmar Qəhrəmanov da 2024-cü ildə mükafatla bizi sevindirmişdi. O, Türkiyədə ilin gənc elm adamı seçilmişdi. Həmin mükafat Türkiyədə qeyri-hökumət təşkilatı olan Elm Akademiyası tərəfindən verilmişdi. Dəyərli alimimiz fizika üzrə fəlsəfə doktoru İlmar Qəhrəmanova yeni uğurlar və mükafatlar arzulayırıq. Onunla fəxr edirik.